İsmail Şıxlı sənə aslanım deyən. Adı dünyada yayılmış dizi aynalı pəhlivan bugün şahın huzuruna gələndə baş əymədi. Vəzir vəkili də saymayıb dərhal yuxarı keçdi. İçəridəkilər onu gözaltı süssələr də qorxularından heç nə demədilər. Bilirdilər ki, şah istəklik pəhləvanına söz deyənin boynunu vurdurur. Dizi aynalı adəti üzrə şahın sağ tərəfində əyləşdi. Dəstəyi naxışlı uzun, enli qılıncını dizinin üstünə qoyub, şəslə içəridəkiləri süzdü. Şah da dinmədi. Həmişə başını tumarlayıb kürəyinə döydüyü sevimli pəhləvanının axır vaxtlar heç kəsi saymadığını, bugün isə onun özünə belə məhəl qoymadığını görsə də sustu. Ancaq hiss etdi ki, barmaqları şahlıq taxtının dirsəkliyini sıxdı. Necəsən oğlum? Keyfin yaxşı olsun. Güləşməyə hazırsanmı? Güləşməyə yox, dünyanı çiynimə qaldırıb yerə çırpmağa da hazıram. Bu saat qollarımda elə güc var ki, heç kəs, heç kim qabağımda dayana bilməz. Yəni deyirsən, dizini yerə gətirən olmaz? Elə oğlu hələ anası doğmayıb. Pəhləvan ayağa durdu. Sinəsini qabardıb şahın önündə dayandı. Onun enli kürəyi otağın yarısını tutdu. Şah pəhləvanın iri, cod əllərinə, tüklü qollarının şişmiş əzəllərinə, şüşənin altından aydın görünən diz kündələrinə, köks qəfəsinin aşağısına, qabırğalara doğru uzanan və paltarın üstündən belə aydınca hiss edilən girdə əzəllərinə və nəhayət boynuna bitişmiş çiyinlərinə baxdı. Onun çiyini və sinəsi o qədər qabarıq idi ki, bunların müqabilində başı olduqca balaca görünürdü. İstəyirsən bu saat buradakıların hamısını büküb alım dizimin altına. Şahın qaşları çatıldı. Sifətindən qəzəb qarışıq acı bir təəssüf keçdi. Lazım deyil. Şah qəzəbini boğub zorla gülümsündü. Dizi aynalı bu gülüşdəki məzəmməti duymadı. Sabahki döyüşdən qabaq səni bir yerə göndərəcəm. Hara? Qəbirstanlığa. Nə? Şah pəhləvanının təəccübünə əhəmiyyət vermədi. Sakitcə sözünə davam etdi. Gedərsən qəbirstanlığa, Rüstəm Zalı çağırarsan. Ölü mənim nəyimə lazımdır? Gərək olar. Pəhləvan gəldiyi kimi gedəndə də heç kəsi saymadı. O, şəhərin kənarındakı qədim qəbirstanlığın girəcəyində ayaq saxladı. Xəfif külək, yovşan qoxulu havanı onun üzünə çırpdı. Qəbirstanlıq böyük idi. Üstü naxışlı uca, iri baş daşları qibləyə üst tutaraq qatarlaşmışdı. Daşların üstünə qəbirdə yatanların sənətini bildirən şəkillər çəkilmişdi. Pəhləvan asta və ləngərli addımlarla lal sükuta qərq olmuş qəbirlərin arası ilə ortadakı təpəyə doğru addımladı. Otlar saralmışdı. Çökmüş qəbirlərin ətrafında böcəklər dolaşırdı. O qurumuş otların, yovşanların arası ilə addımladıqca çəyirtkələr ətrafa sıçraşırdı. Pəhləvan bəzən büdrəyib çuxura düşür, ayağının altında sümüklər ovxalanırdı. Dizi aynalı diktirdə dayanıb nəfəsini dərdi. Nizami qoşun kimi sıralanmış baş daşlarına baxıb, əmr verir təki saymazyana qışqırdı. Ay Rüstəm! Qəbir daşları tərpəndi. Müxtəlif tərəflərdən yerin altından çıxanlar asta-asta ona yaxınlaşdılar. Pəhləvanın qarşısında dayanıb intizarla gözlədilər. Dizi aynalı onları təkəbbürlə süzüb gülümsündü. Sizi kim çağırıb? Sən. Siz kimsiniz? Rüstəmik. Pəhləvan qəhqəhə çəkdi. Əvvəlcə istədi onları qabağına qatıb qəbirstanlıqdan qovsun, sonra fikrini dəyişdi. Mənə siz yox, Rüstəm Zal lazımdır. Ölülər daşları qaldırıb qəbirlərin altında yox oldular. Dizi aynalı pəhləvanın sükutdan qulaqları cingildədi. Üfüqə doğru əyilmiş günəşin qürub sarılığında
daha vahiməli görünən başdaşlarına baxıb yenidən qışqırdı. Rüstəm Zal, hey! Onun səsi qəbir daşlarına toxunub cingildədi. Pəhləvan qulaq verib öz səsinin əks sədasını dinlədi. Birdən ayağının altında yer titrədi. Baş daşları silkələnib şaqqıldadı və dizi aynalı gördü ki, qəbristanlığın aşağı tərəfindən bir təpə qalxdı və onun üstünə yeridi. Dizi aynalını vahimə bastı. Dalı-dalı geri çəkilib, kürəyini uca bir baş daşına söykədi. Əlini qılıncın dəstəyinə aparıb gözlədi. Gələn insan idi. Yeridikcə dizə qədər torpağa batırdı. Onun enli kürəyi günəşin qabağını kəsdiyindən qəbristanlığa qaranlıq çöktü. Ətrafdakı quru otlar, yovşan kolları tərpənib xışıldadı. Elə bil külək əsdi. Dizi aynalının bədənini soyuq tər bastı. Çığırmaq istədi. Səsi çıxmadı. Vahiməli qılıncını sıyırıb havada yellədi. Qüvvətli bir əl onun qolunu burub yanına saldı. Özünü niyə itirdin? Sən kimsən? Rüstəm Zalam. O kənara durdu. Pəhləvanın üzünə gün düşdü. Dizi aynalı təpimiş dodaqlarını yalayıb qarşısında dayanan nəhəngə baxdı. Niyə torpağa batırsan? Görünür, torpaq yumşaqdır. Bəs mən niyə batmıram? Yəqin mən səndən ağıram. Yəni, demək istəyirsən ki, səndən güclüyəm? Bilmirəm. Hələ səninlə gücümü sınamamışam. Sən pəhləvansan, Rüstəm Zal gülümsündü. Sözünü de. Dizi aynalı onun mehribanlığından azacıq ürəkləndi və altdan yuxarı Rüstəmin üzünə baxdı. Bu nəhəngin qarşısında nə qədər balaca və şərəfsiz olduğunu dərk etdi. Bəs sənin sorağın niyə qulağıma dəyməyib? Hamı sənin kimi adlı sanlı olmaz ki. Yoxsa mənim güclü pəhləvan olduğuma inanmırsan? Məni bütün dünya tanıyır. Hamı qabağımda zağ-zağ əsir. Neçə pəhləvanın kürəyini yerə vurmuşam. Ancaq hələ mənim dizimi yerə gətirən olmayıb. Bilirəm. 4 böyrək pəhləvanı mən yıxmışam. Bilirəm. Kəl boynunu da mən dizimin altına almışam. Onu da bilirəm. Haçaörək pəhləvanı necə dana boynu elədiyimi yəqin eşitmisən. Eşitmişəm. Bəs niyə gülürsən? Ona görə ki, o pəhləvanlar səndən güclüdülər. Necə? Məndən güclüdülər? Bəs niyə kürəklərini yerə vurub dizimin altına alıram? Bəs niyə qabağımda duruş gətirə bilməyib yıxılırlar? Şahın qorxusundan. Şahın buraya nə dəxli var? Var əzizim, var. Əgər o sənin dalında durmasa, bircə gündə yox olarsan. Elə şey yoxdur. Mən özüm güclüyəm. Mənim qabağıma heç kəs çıxa bilməz. Nə qədər ad-san qazanmışamsa, özüm qazanmışam. Mənim dizimi yeri gətirən hələ anasından olmayıb. Ona görə mənə dizi aynalı deyirlər. Rüstəm gülümsündü. Yuxarıdan aşağı baxıb qarşısındakı pəhləvanın pörtmüş sifətini qılıncın dəstəsindən necə yapışdığını gördü. Onun xoruz kimi boynunu şax tutub dünyaya meydan oxumaq meylində olduğunu anladı. Əlini pəhləvanın çiyninə qoyub ehmalca aşağı sıxdı, aşağı bastı. Dizi aynalı ağırlıq altına düşmüş, yay kimi sıxılıb balacalaşdı. Nə qədər silkələndisə, çiynindəki ağırlığı ata bilmədi. Özü də hiss etmədən büzüşüb aşağı çöktü. Dizləri yerə gəldi. Rüstəm onun dizlərinin ehmalca yerə endiyini hiss edib dayandı. Bir balaca da əlinin ağırlığını salsaydı, pəhləvanın dizlərindəki aynalar sına bilərdi. Rüstəm bunu istəmədi. Əlini boşaltdı. Pəhləvanın çiynindən tutub yuxarı qaldırdı. O sıxılmış yay kimi asta-asta açılıb tikəldi. Rüstəm əlini götürdü. Pəhləvan ufuldanıb dərindən nəfəs aldı. Bilmədi, gözünü gün qamaşdırdı, yoxsa başının üstündə qığılcım oynadı. Özünə gələndə gördü ki, qəbristanlığı bürüyən kölgə uzaqlaşdı. Yenə ayağının altında yer titrədi, baş daşları silkələnib şaqqıldadı. Rüstəm Zal yox oldu.
Pəhləvan çiynini oxalaya-oxalaya onun dalınca qışqırdı. Sənin ki belə gücün var, bəs niyə mənim kimi məşhur deyilsən? Yerin altından səs gəldi. Sənə aslanım deyən mənə pişiyim desəydi, dünyanı çiynimdə gəzdirərdim. Dizi aynalı kürəyini söykədiyi baş daşının dibinə çömbəldi. Qolu ilə alnındakı soyuq təri sildi. Qəbristanlığa ağır və vahiməli bir sükut çökdü.